Sen Niyamət Musayevlər ailəsini öz ailəvə düşman mı görürsən? Əslində, düşmən, mən valla yenə deyirəm, mən bu mövzuya heç vaxt girişməmişəm, yəni amma bilirəm, bəli. Bilirəm ki, düşman görmək deyəndə onlar Musa Musayevi özünə və Təranə Qumralı düşmən seçiblər. Baxmayaraq ki, yaxındılar, qan bağı var. Amma yəni bu belədir də. Bunu danılmaz bir reallıqdır ki, məclislərdə ola bilmiriksə, danışılmırsa, gəlib gedilmirsə və hər yerdə ədavətlər aparılırsa, bu artıq düşmənçilikdir, bəli. Neçə ildir Mama Musa müəllimlə ailə qurub? 20 ildən çoxdur? Bəli, çoxdur. 30 il var? Var, çoxdur. Yəni bu 30 illik ailəni kimsə dağıda bilərmi səncə? Yox,